salam. Amma Muxtarın o deməyi ki, biz o incə məsələləri bilirdik və s. az ildi və s. ola bilirdik. Kimsə bilmirdi. Mən bilmirdim məsələn. Mən öyrəndim. Düzü. Mən öyrəndim. Baxmayaraq, mən xavariclərə cavab verəndə Muxtarın səsi çıxmırdı heç vaxtı və ya onun ətrafındakilərində kimlər danışır əsas bülbül kimi. Amma düzü xavariclərlə də əsas o damar məsələ hakimiyyə mövzusu idi. Sadəcə ola bilsin gözündən keçib, ola bilsin rast gəlməyib. Çünki nadir məsələdir azil məsələsi. Azil məsələsi yenə deyirəm, nadir məsələdir. Belə tarixdə də belə də nadir hadisədir. Bəlkə də olub bir neçə dəfə. Həmçində problem nədədir qardaşlar? Məsələn, bu Səlimdir, bu Amaşdır, bu Adildir. Bunlar birinci xuruc deyirdilər. Məsələn, bizim qardaşla birinin Amaş söhbətində qardaşa deyir ki, hakim, insan, cəmaat da, millət də hakimi əzilləyə bilər. Nə fərq var? Deyir, Şeyx İbn Bazı dəlil gətirirdi. Şeyx İbn Bazı, İbn Bazın göz yaşları o söhbətində orada deyirlər ki, Şeyx, bəs birdən qonşu ölkə Allahın hökmünü hökm verməsə, müsəlman, hansı ki Allahın hökmünü hökm verən ölkə hakimi o qonşu ölkəyə təzyiq eləyə bilər? Dedi, eləyə bilər. Bunu dəlil gətirirdi ki, deməli gördünüz, İbn Baz dedi, deməli eləmək olar, təzyiq eləmək olar ki, Allahın hökmünü hökm ver. Sonra ona dinlədi ki, burada dövlətləndir də söhbəti. O deyir, nə fərqi var, cəmaat da eləyə bilər. Bu Amaşın bizim qardaşla olan söhbətidir bu. Həmçinin də bu Səlim də, məsələn, o Misirdəki olan nümayişləri dəstəkləyirdi, deyirdi, onlar haqlarını tələb edirlər və s. və s. Həmçində Adilin özü də, məsələn, stəkana çevirmişdi bu məsələni ki, buradan götürüb o tərəfə qoysan. Sadəcə problem nədir? Bunlar birinci belə deyirdilər və biz birinci bunlardan belə eşitdik və mən özüm belə eşitdim bunlardan. Sonra bunlar hardansa əzili tapdılar, əzili. Dedilər, söhbətlərini dəyişdilər, dedilər, biz əzil demişik. Biz əzil demişik və söhbət dəyişdi tamamən. Üçü də dəyişdi. Həm Səlim, həm o Dubayski, həm deməli nə bilim o Amaşlı nədir? Bir də bu. İndi Muxtar əgər deyirsə ki, bu belədir, onda qardaş, əgər siz məndən qabaq bilirdinizsə bunu, nə üçün danışmırdınız? Nə üçün danışmırdınız? Əgər bilirdinizsə belədir, belə fikir. Mən çünki ərz eləyəndə olaraq o Sələf Forumun bəs hakimiyyə məsələlərində problem olmağın və onlara qrupda da dedim ki, bəs belə problemlər var. Gördüm, heç kəs reaksiya vermədi. Gördüm, bunların maraqlı deyildi bu. Yəni, heç kəs, hətta deyəndən sonra ki, heç birimiz gəlib, heç kömək eləmirsiniz, demirsiniz ki, Qamət, sən rədd hazırlayırsan. Biri gəldi, dedi, o da oxudu, özü də təcrübələndə oxuyanda ki, yəni, onların fikirlərinə. Lakin, bunlar indi deyirlər ki, biz bilirdiniz, qardaş, nöş danışmırdınız, nöş demirdiniz. Ya burada iki dənə şey var, ya çəkinirdiniz, sizlik deyil, özü başından ötürürsən ki, mənlik deyil, mənə görə danışsan başlayacaqlar mənə qarşı eləməyə, ya da siz onlarla bir yerdəsiniz bu məsələlərdə. Əgər elm tələbəsi bilirsə, məsələn, bilirsə ki, təhlükə var, əgər elm tələbəsi bilirsə, dəvətə təhlükə var, dəvətin içinə yad fikirlər girir, və dəvəti başqa istiqamətə yönətmək istəyirlər, elm tələbəsi dinməlidir, danışmalıdır. Gözləməməlidir ki, mən danışacam açansa. Əgər bunlar bilirdilərsə, bunlar onda nə susurdular deyəcəm. Ne üçün? Ya buralar iki dənə şey var, ya bunlar çəkinirdilər, əgər bilirdilərsə, ya da bunlar elə olan fikrindədir. Başqa, yəni necə ola bilər, qardaşlar? Yəni mən bu sualı sizin özünüzə arzu qoyuram ki, özünüz fikirləşin.